ana öz balasını qurban verəcək. Ata günahlarını evladının boynuna atacaq ki, buna görə mən elədim bunları. Ən böyük şəfaət. Şəfaət bu nə biz oturmuşuq dünyada? Bizim şəfaət lazımımızdır. Elə ki can çıxdı o dünya, qiyamət, məhşərin günü gəldi. Sən bilirsən necə axtaracaqsan ki, sənə bir şəfaət, sən bir mömin qabaqda gedən möminə deyəsən, mən də səni tanıyırdım, qonşum idin, mən sənə yaxşılıq elədim. Şəfaət məqamı gəlib yetişə qiyamətin günündə. Qiyamətin günündə elə ağır vəziyyətlər olacaq ki, xilas olmaqdan ötürü ana öz balasını qurban verəcək. Ata günahlarını evladının boynuna atacaq ki, buna görə mən elədim bunları. Günahır bir vəziyyətdir. O günkü gündə insan şəfaətçil axtaracaq. Xoş halımıza, adımız düşsə İmam Hüseyin əleyhissalamın dəftərinə, xanım Zəhranın dəftərinə şəfaət yetişər. Peyğəmbərin şəfaəti yetişər inşallah qiyamətin günündə.